Mənə verilən məlumata görə bəzi hallarda işçiləri işlədirlər vaxtından çox. Bizim 8 saatlıq iş günümüz var. Vəssalam. Ondan artıq heç kim işləməməlidir. Hamısını ne çeşmişsin? Əslində saat 10-dan axşam, gecə səhər saat 7-yə qədər. Amma bu da qızlar olduğu üçün saat 8-ə gəlirlər. Bir səhər saat 9-a çıxır. Daha çox işləyirsən belə başa düşün. Yəni 12 saatdan çox. İşləyirsən sən tək 12 saatdan çox işləyirsən hər gün yoxsa? Hər gün. Hər gün yuxarı növbəsi. Bazar günü. Maaş da 500 manat. 550. Uyda, bu nədir? Yəni 9 saat deyil, 12-13 saat. 12-13 saat işlədirlər səni. Bu qanuna zidd axı. Valla belə işləmək o zaman qul kimi sən işlədirlər. Bu idəndə marketdə bir nəfər yoxdur. Tək sən idarə edirsən. Həm kasaya baxaraq, müştəri müavinlər, tərzi çəkilər. Həm tərəzidə sən, həm müştəri, həm kassada. Sən 3 səfər işini görürsən bir dəqiqə. 3 səfər işini Allah'ın qol sən görürsən. Satçı ayrı olmalıdır, kassada ayrı adam olmalıdır, tərəzidə ayrı adam olmalıdır. Nə bileyim valla. Sən rayona gəlmişsin yəni. Özün rayondansan? Qarabağlı. Ha, Qarabağlı. Bəyənmirsən. Öyle deyirlər ha. Ona görə tez dəyişilir də burada işçilər. Mən görürəm qız gəlir işləyir biraz sonra çıxır başqa iş götürürlər. Tez dəyişilir burada işçilər. Allah kömək olsun. Nə görə bir qulluq. Allah'a emanet. Bunu şahit. Sən şəxsən cüvə. Allah kömək olsun. Yo, buyur qardaşım.